Ne var burada uşaqlar? 2x var. Kosinus 2x. Ama modulda kosinus x var. Modulda kosinus x heç nə edə bilmərəm. Bir şey yada düşmür. Amma kosinus 2x'in kosinusdan asılı düsturanı edə bilərəm. 1 plus kosinus 2x bizə nəyə verirdi? 2 kosinus kvadrat x'i. 1 minus kosinus 2x bizə nəyə verirdi? 2 dənə sinus kvadratı x'i. Bunları tətbiq edirsiniz. Deməli, kosinus 2x o yana atanda olur 2 kosinus kvadratı x plus 2 modul kosinus x. Şəhərəsində burada biraz məntiq də istifadə edə bilərsiniz. Kvadrat da müsbətdir, modul da müsbətdir. Onda hər birinin olmalıdır. Toplayıb 0 alıbsa. 0. Başqa mümkün deyil. Deməli, gəlir kosinusu 0 alma. Bəs kosinus 0 alırdı, 90'ın üstünə nəyə gəlirdi? 180'ın tək. Yəni, türk qatları yox, pika. 2 pika yox, yəni, pika. 180'ın qatları. Çünki həm orada pi bölü 2 plus 2 pika da var. Bəs yaxşı. Modulda belə bir sual sizə düşsə. Məsələn, modul kosinus x bərabərdir 2'də 1. Bunu dirdik nə edək? Yəni orada boş 0 ödədi, daim başqasını araşdırmadım. Və tutaq ki, belə bir şey oldu. Burada nə edəcəyik? Niyə kvadrata yüksəldəcəyik? Çünki modulu 2'də 1 olan 1 2'də 1'dir, 1 mənfi 2'də 1'dir. 2 dənə kök əmələ gəlir, cavabda 1 dənə əmələ gəlir. 1 dənə verilir. Onu da uyğunlaşdırma hər gəldiyi üçün çətin olur. Ona görə deyirdik kvadrata yüksəl. Daha hocam modul yoxdur. Və kvadrat görəndə də deyirdik dərəcə azalt. Onda kosinus 2x nəyə bərabər olacaq? Mənfi 2'də 1 mi? İndi bu tənli həll elə. Kosinusun mənfisi nə idi? Mənfi müsbət pi çarpı kök üstə gəlinə 2 pika. Bunu da hesablayanda hər tərəfi 2'yə böləndə edir 2 böl 3 plus pika. Uşaqlar, kosinusun bir mənfisində pidən çıxırdınız. Bir də kotangesin mənfisində pidən çıxırdınız. Bir kök, pi sıxır kök. Məsələn, kotangens bərabərdir mənfi kökü olsaydı necə yazacaqdı? Necə yazacaqdı? Pi sıx, kotangens kökü saat alırdı. 30'da plus nə pika? Təkrar edeyim bunları. Artılar altında sizə çox gözəl son zaman dərs verdim. Heç topluluğu olmayan sual tipləri sizə izah elədim. Onlardan da sual tipi gələ bilər, ha? Qiymətli oblasti gələ bilər. Məsələn, arc sinus 5'i digər hesabla. Onlarda diqqətli olun.